Qəşəng düzdür. Albaniya və Atropatena dövlətlərinin yaranması ilə. O zaman Xumar bizə deyəcəkdir. Xumar bir daha yadıma sal. Atropatena Albaniyanın neçənci əsrdə meydana gəldi? 4-cü əsrdə. Eradan əvvəl sözünü unutmayaq. Eradan əvvəl 4-cü əsrdə hansı imperiyanın parçalanması nəticəsində? Əhəməni Makedoniya İskəndər Əhəməni imperiyasının parçalanması nəticəsində. Makedoniya imperiyasının və ya Makedoniya İskəndərin ölümündən sonra. O zaman bizim yadımıza sal görək, Atropatena dövləti neçənci ildə yaranmışdı? Atropatena, o da 4, aldım. Dəqiq ili də var idi. Neçənci il idi? 321-ci ildə idi. Atropatenada yaşayan tayfalar sən bizə de? Atropatena, Kaspilər, Leglər, Amartlar, Utilər, bir dənə var idi. Amma biraz o elə bil Atropatena deyil, Albaniyadır. Mən sana Atropatena keçən dərsimizdən sual verdim. Atropatenada yaşayan tayfalar. Maqlar, Leglər, Kaspilər, Kadusilər, bir də Sak. Doğrudur, qəşəng. Onda Fərdə bizə deyəcək, Fərdə. Bəs Albaniyada neçə dildə danışan tayfalar yaşayırdı? 26 dildə danışan tayfalar yaşayırdı, hamısı müxtəlif dillərdə danışırdılar. O zaman bunlardan misal çəkə bilərsənmi? Aha, Kaspilər, Saklar, Qarqarlar, Utilər. Bunlardan bir də Qafqaz dili tayfalar var ki, onlar kimlərdir? Qafqaz dilli? Bəli. Buyur Səbinə. Enteresan şəklər idillər. Bir də Buduqlar, Xınalıqlar, Udinlər. Bunlar da Qafqaz dili tayfalar hesab olunur. Fərdə xanım, Atropatenada yaşayan hansı tayfalara Atropat özü arxalanırdı? Kaspilər və Kadusilər və Kadusilər və Sak-İskit. Əla düzdür. Bunlara Atropat özü arxalanırdı. O zaman Aysu bizə deyəcəkdir. Aysu, gəl baxaq görək, Azərbaycanda ilk mərkəzləşmiş dövlətimiz hansı dövlətdir? Qəşəng düzdür. Mannadan sonra Azərbaycanın şimalında mərkəzləşmiş dövlətimiz hansı dövlət oldu? İskitlər. İskitlər dəqiq deyə bilmirik, amma Albaniyanı %100 deyə bilərsən. Albaniyada biz Albaniya haqqında məlumatları hardan əldə edirik? Yunan tarixçilər. Əla düzdür. Roma tarixçilərin əsərlərindən hansı Yunan tarixçisi idi ki, məhz Albaniyanın mərkəzləşmiş dövlət olduğunu qeyd edirdi? Ptolomey. Biraz da düşünün, Strabon olmasın bu? Bəs Klavdi Ptolomey neçənci əsrdə yaşayıb və Albaniya haqqında hansı məlumat veribdir? Dördüncü əsrdə yaşayıb 29 tayfanın olduğunu. Analaka vilayətlərinin olduğunu. Bir dəqiqə yerdən deməyək. Akşin deyəcək, Akşin neçənci əsrdə yaşayıb bu Klavdi Ptolomey? 2-ci əsrdə yaşayıb. Düz, eramızın 2-ci əsrində. Albaniyada neçə tayfanın olduğu haqqında məlumat veribdir? Daha doğrusu Albaniyada neçə şəhərin olduğu haqqında məlumat verib? 29. Qəşəng, düzdür. 29 şəhər haqqında məlumat verdi. Aysu, orada qeyd elədik Anyana, Anaryaka. Bu şəhərlər hansı vilayətdə yerləşir? Anyana. Salam ver uşaqlara. Qəşəng salam ver. Yaxşı, gedə bilərsən də. Deməli, Uti vilayətində yerləşir. Həmin vilayət haqqında məlumat verin. Həmin şəhərlər haqqında məlumat verin. Halifə kim olmuşdur? Strabon olmasın? Strabon məlumat vermişdir. Uşaqlar, burada bir Kamissiyana vilayətinə diqqət yetirin. Kamissiyana vilayəti haqqında yazır ki, bir çox testlərdə də istifadə olunubdur. Bax, diqqətlə baxın bura. Kamissiyana vilayəti görsənmədi ekran? Hələ buradan xəritələri göstərir. Bax, bu Kamissiyana vilayətini görürsünüz. Kamissiyana, Aysudaydıq, Bahar. Kamissiyana vilayəti kitabımızda da qeyd edilirlər. Albaniyanın hansı hissəsində yerləşir? Dil İberilərlə sərhəd idi. Qəşəng, düzdür. Alazan çayının.
Alazan çayına doğru gedirdi. Düzdür. Alazan və Qanıq çay sahillərində bir də yadda saxlayırsan ki, əgər ki, cəhət olaraq düşsən, şimal-qərbi deyəcəksən. Deməli, Komissiyana vilayəti harada yerləşirmiş? Şimal şərqində. Şimal-qərbində yerləşir. Şimal-qərb. Qərbində həbər. Bir də Çolla vilayəti yerləşirdi bu ərazilərdə. Çolla vilayəti. De görəsən bizdə Çolla harada yerləşir? Deyim, Dərbənd yerləşirdi, Dərbəndin. Doğrudur. Bura vaxtilə, biz sonraki dövrlərdə deyəcəyik, Dəmir qapı Dərbəndin yerləşdiyi ərazidir. Baxın uşaqlar diqqətlə bu xəritəyə. Burada görürsünüz ki, şimal-şərqi desə Çolla vilayəti, şimal-qərbi desə Komissiyana vilayətini götürürsünüz. Sonra Bahar qızım dedik ki, albanlar neçə dildə yaşayıb? Neçə dildə danışır? 26 dildə danışıblar. Düzdür. 26 dildə danışdı. Bəs yaxşı bu tayfalardan bir də yadımıza salaq nələri? Qafqaz dili tayfaları. Qafqaz dili tayfalar hansılardır? Ürgünlər, Xmalıqlar, Buduklar. Doğrudur. Bəs yaxşı, həm Atropatena, həm Albaniyada yaşayan tayfalar hansılardır? İskitsak, Kaspilər. Bəli, Kaspitlər. Kaspi, İskitsak tayfaları. Doğrudur. O zaman Sevil bizə deyəcəkdir. Sevil, eşidirsən? Nəsə mən Sevil bayaq görmədim elə bil. Yaxşı, o zaman Ləman bizə deyə bilərmi? Ləman, hansı tayfalar həm Atropatena, həm Albaniyada yaşadı? Burada deyək ki, Kaspilər idi, sonra Sak tayfaları idi, Kaspilər, Kadüslər tayfalar. Albaniya, Atropatena. Bunlar Azərbaycanın hansı hissələrində yerləşir? Atropatena cənubunda, Albaniya şimalında. Albaniyanın paytaxtı? Albaniyanın paytaxtı Qəbələ idi, bunu böyle filmin əsərində demişdir. Amma Atropatenanın paytaxtı Qazaka idi, burada iki şəhərlər də vardı, orada Fraspa idi, Fanaspa idi, Adnazan şəhərlər də vardı. Doğrudur. Bəs yaxşı, biz görəsən bu Albaniya haqqında məlumatları hansı əsərlərdən, kimlərin əsərlərindən toplayırıq? Yunan, Bəli, Yunan, Yunan, Roma müəlliflərin əsərlərindən. Burada bax, kitabda yazır ki, Plutarxla Dion Cassi bildirirdi ki, Albanlar Romalılara qarşı mübarizə aparıblar. O zaman İlahə bizə deyəcəkdi, İlahəm. Bir də biz Albaniya və Mannanı inzibati cəhətdən deyirik, hər ikisi nələrə bölünür? Vilayətlərə. Doğrudur, vilayətlərə bölünür. Düzdür. Bəs yaxşı, elə Manna və Albaniyada hər ikisində suvarma sistemi geniş inkişaf edib deyə bilərik? Bəli. Aydın Albaniyanın özündə belirli Meduzunu suvarmaq üçün gövur arx var idi. Bəs Mannanı hardan bilirik ki, bunlarda da suvarma sistemi yaxşı inkişaf edibdir? Deyirsən, bu Mannada 12 kilometrlik o arx idi. Qəşəng, doğrudur. 12 kilometrliyində olan, 12 kilometr uzunluğunda olan dedik ki, böyük bir su kanalı tapılmışdır. Düzdür. Ümumiyyətlə yaddan sal. Toxuculuq nə zaman meydana gəlmişdi? Neolitdə. Sadə toxucu dəzgahları nə zaman ortaya çıxmışdı? Tatuçda. Bir də öyrəndik ki, bəs yaxşı, Albaniya dövrünə aid olan Azərbaycanın hansı şəhərlərində toxucu dəzgahları tapılıbdır? Mingəçevirlə Balakən idi. Beyləqan demək istəyirsən. Beyləqan. Beyləqanda tapılıb, düzdür. Bəs Arifə bizə deyəcəkdir. Arifə, bir daha gəl yadımıza salaq görək bu Albanlarda suvarma sisteminin yaxşı inkişaf etdiyini göstərən amillər nələr idi? Albaniyada qara arx arından uzanan su kanalı tapılmışdı. Qəşəng, düzdür, su kanalı çəkilmişdi, doğrudur. Belə bir 12 kilometrlik su kanalı hansı dövlətimiz aid elədi? Düzdür. Azərbaycanda gəl baxaq görək. İlk dəfə dövlətçilik ənənələrin əsasını kim qoyubdu? İlk dəfə Mannada məsələn. Düzdür. Azərbaycanın şimalında yoxsa cənubunda yaranmışdı? Şimalında, Mannar şimalında. Şimalında yaranmış ilk dövlətimiz? İskitdi, ondan sonradakı Albaniya. Qəşəng, düzdür. Sonra Gülşən bizə deyəcək, Gülşən xanım, indi gəl baxaq görək, eramızın ilk əsrlərindən etibarən məişətdə bunlar yeni hansı avadanlıqlardan istifadə etməyə başladılar? Saxsıdan istifadə edirdi. Saxsı yoxsa şüşə qablar deyək, çünki saxsı qarışıqdan var idi. Şüşə qablar. Bəli, şüşə qablardan istifadə olunurdu. Bəs buğdanı üyütmək üçün? Dən daşları və dəyirman daşı deyə bilərsənmi? Dəyirmanlardan, su dəyirmanlardan istifadə olunurdu. Bəli. Və yadda saxladıq uşaqlar. Bəzən olur abituriyentlər bunun su yoxsa yer dəyirmanı olduğunu səhv salırlar.
Düşünün ki, biz eramızın 1-ci əsrində bunlara 2 dənə məlumat öyrənmişik. Bir şüşə qablar, bir də su dərmanları. Şüşəni onsuz da hamı yadında saxlayır. Oradan bilin ki, sı, şı bir-birinin qarşılığı olan samitlərdir, düzdür? Bax orada su dəyirmanlardır. Şüşə qablar, şüşənin qarşılığı sı, şı hərfi, sını yadıma salıram. Oradan deyirik ki, su dəyirmanları. Bəzən testlərdə sizi çaşdırmaq üçün yazır ki, yel dəyirmanlardan istifadə edirdi, yanlış ifadədir. Bir də yadda saxlayır ki, bunlarda hansı pullardan istifadə olunub Gülşən? Gümüş pul. Özləri pulu kəsdiriblər. Kimin adından kəsilən pullar var idi ilk vaxtda? Makedoniya səfərinin adından. Nə zaman özləri müstəqil şəkildə pul kəsməyə başladılar? 3-cü əsrin 1-ci yarısından. Düzdür. Onu da bizə Fərdə deyə bilərmi Fərdə? Elə bil biz Cənubi Azərbaycanda Atropatenada da demişdik ki, hansı pullardan istifadə olunurdu? Gümüş pullardan. Kimin adına kəsilmiş pullardan deyirik istifadə olunurdu? İskəndərin. Düzdür. İskəndər adına İskəndər. kəsilmiş pullardan istifadə olunurdu. Bəs yaxşı Gülşən xanım, biz qeyd edirik ki, həm sənədləri möhürləmək üçün, daha doğrusu möhür dedim artıq, həm sənədlərdə, həm küp qablarla istifadə Bəzək əşyası kimi də istifadə olunurdu. Üzük kimi barmağa taxılırdı. Sənədləri təsdiqləyəndə istifadə olunurdu. düzdür. Onda Nuray bizə deyə bilərmi? Nuray, bu möhürlər nə zaman ortaya çıxıbdı? Eramızın ilk əsrlərində. Niyə Ramazan ilk əsr olsun? Möhürdür, yazıdır. Hər ikisi dövlətlə eyni vaxt yadını saxlayırsın. Möhür, yazı. Hər ikisi dövlətlə eyni vaxtda ortaya çıxır. Deməli, Nuray, möhür, yazı hər ikisindən vaxt meydana gəldi. Dövlətlə meydana Düz. dövlətlə eyni vaxt. Albaniya dövləti yaranması. Albaniya dövləti nə zaman yarandı? 4-cü əsrdə. Eradan Makedoniya əvvəl doğrudur. Bununla Azərbaycan olması prosesi başlanğıcı qoyuldu. Qədim dövlətçilik ənənələrimiz. Dövlətçilərimiz Almanladan var. Bəlkə xalqımızın formalaşması dedik. Xalqımızın formalaşması prosesi oldu. Bir daha yadıma salırım, neçə nəfəsə də başladı xalqımızın formalaşması. Eradan əvvəl 4-cü əsrdə. Düzdür. Atropatena Albaniya ictimai quruluşuna görə necə dövlətdir? Quldar, siyasi quruluşuna görə monarxiya. Yaxşı, quldar dövlət olsa da burada qul əməyi geniş istifadə olunubdu. Əksər sahələrdə azad insanlar işləyirdi. Düzdür. Uşaqlar, bax, bunu beyninizdə həkk edirsiniz. İbn test toplusunda bir çox testlərdə var. Bizdə quldarlıq geniş inkişaf etməyib, yüksək səviyyə çatmayıb. Niyə? Çünki biz gözümüz özümüzdə olub. Qonşu ərazilərə hücuma keçib əhalini qul deyə gətirməmişik. Borca görə qula salmamışıq, qul vəziyyətinə salmamışıq insanların böyük bir qisminin. Nəticədə qul əməyinin geniş istifadə olunmayıb Azərbaycanda. Misirdə, Yunanda, Şumerdə və yaxud da ki, Romada olduğu kimi geniş qul əməyindən istifadə olunmayıb bizlərdə. Bunlar belə. Sonra bir də Nuray bizə deyəcəkdir, Nuray. Nələr yadda saxlayaq? Pul dəfinələri məsələsini deyirik. Pullardan istifadə olunmuşdur ki, kim adından kəsilən pullar idi Albaniya ərazisində? Makedoniya və İskəndər eradan əvvəl 3-cü əsrin 1-ci yarısında. Özləri nə zaman müstəqil kəsilmişlər? Eradan əvvəl 1-ci əsrdə. 3-cü əsrin 1-ci yarısında. 3-cü əsrin 1-ci yarısında. Şimdi, deməli bu Albanlar nə zaman özləri müstəqil pul kəsdirdilər? 3-cü əsrin 1-ci yarısında. Düzdür. Eram cənablar. Bəs yaxşı, Atropatenada belə bir biz hadisə ilə rastlaşdıq. Onlar özləri pul kəsdirmişdilər müstəqil. Görmədim. Onlar Makedoniya və İskəndərin kəsdiyi pullardan istifadə edirlər. Bircə dəqiqə uşaqlar. Məsələn, zəngdə qoyuyorum kimdir? Alo. Alo. Aleyküm əssalam, buyurun. Bəli, bəli. Gəldim dostlar. Deməli biz burada öyrəndik ki, bu Albaniya
Atropatenadan fərqli olaraq özü müstəqil pul kəsdirmişdir. İndi bəs yaxşı, o zaman deyə bilərsən, Lakşin, bunlarda hansı bölgələrdə pul dəfinələrinin rast gəlinmişdir? Pul dəfinələrindən Mingəçevir və Beyləqan. Mingəçevir Beyləqandan, mənə kim deyəcək? Nuray Sultanova deyəcək. Mingəçevir Beyləqandan tapılmışdır. Çox təzə kitablarda kimi məlumatdır. O daş kitabı. Xeyr. Deyirəm Səbnəm? Katakomba qəbirləri. Katakomba qəbirlərmi? Yox, xeyr. Gülşən. Toxuculuğa aid alətdir. Toxucu dəzgahları tapılmışdır. Toxucu dəzgahları tapılmışdır. Akşin yadında saxlayırsan ki, bax bu, yəqin ki, paytaxt olar mütləq. Paytaxt Qəbələdə, Şamaxıda, sonra təzə kitablarımızda Ağsunun adını qeyd ediblər ki, əslən demə Ağsuda, Bərdədə pul dəfinələri tapılmışdır. Bir şey deyim uşaqlar sizə, biz də tarix fakültəsini bitirən tələbə olaraq hər birimiz gedib arxeoloji tədqiqat işlərində iştirak edirdik. Orada ilk sualımız olurdu ki, qızıl tapırsınızmı? Verdilər ki, oradakı izah edirdi müəllimlər ki, burada artıq tapılan qızıllar beynəlxalq səviyyədə qərar qəbul olunub ki, alqı satqısı qadağan olunub. Birbaşa aparıb Tarix Diyarşünaslıq Muzeyinə siz onları təhvil verməlisiniz, dövlətə təhvil verməlisiniz. Yəni bu tapılan pul dəfinələri ki var, bunların hər biri dövlətə təhvil verilir. Akşin bəy, qaldı yad ellərə qarşı mübarizə. Eradan əvvəl 1-ci əsrin 1-ci yarısında Albaniya kimlərin hücumuna məruz qalıbdı? Roma imperiyası. Düzdür. Yox, Roma. Roma Respublikası deyək, yoxsa Roma imperiyası deyək? Respublikası. Qəşəng, düzdür. Roma Respublikası. Uşaqlar, burada fikir verməyin, Roma imperiyası yazılıbdır. Bir texniki səhv olubdur. Roma əslində burada olmalıydı Respublikası. Bəli, Romanın hücumuna məruz qalıbdır. O zaman bizə sonu iştirak eləmədi. Necə? Səbinə, eradan əvvəl 1-ci əsr Albaniya və Atropatenanın oxşar cəhəti hər ikisi Romanın hücumuna məruz qalıb deyə bilərik. Qəşəng, düzdür. Hər ikisi Romanın hücumuna məruz qalıb deyə bilərsiniz. Bax uşaqlar, siz bu xəritədən də görürsünüz ki, Roma həmin dövrdə Respublika, bir də Parfiya dövləti mövcud idi. Bunlar arasında mübarizə zamanı Albaniyada məhz Parfiyanın hücumlarından xilas olmaq üçün Parfiyanın düşündü ki, Atropatenanın müstəqilliğinə son qoyub, bizlər də son qoya bilər. Ona görə Roma ilə dostluq münasibətləri qurubdur. İndi gəlin baxaq görə bu dostluq münasibətlərinə qədər hansı hadisələr baş veribdir. Səbinə xanım deyəcək bizə. Səbinə qızım, de görək, Pompeyin Albaniyaya görüşü neçənci ilə təsadüf elədi? Eram sayfa 66-cı. 66-cı ildə baş verən döyüşümüz? Mən bu Kür sahil döyüşüydü. Düzdür. Eradan əvvəl 66-cı ildə Kür döyüşündə Albanlara başçılıq edən şəxs kim idi? Oroys. Oroys, hökümdar Oroys. Bax, Kür sahili döyüşü tarixdə ilk keçdiyimiz Kür döyüşüdür. Digər Kür döyüşləri yadındadır sənin? Mən biraz yadıma çıxıyorum. Uşaqlar, kitabınızda qeyd edirsiniz. 662. Bu, Albanlarla Xəzərlər arasında baş veribdir. 1405-1412 tarixdə baş vermiş Kür döyüşləridir. Eradan əvvəl 66, 662, 1405-1412 tarixdə baş vermiş Kür döyüşləri. Həsəbinə, 66-cı il döyüşü kimin qələbəsindən başa çatdı? Ben bu Roman'la. Yok. Roman, doğrudur, qələbəsindən başa çatdı. Roma imperiyası deyim, Roma Respublikası deyim. Respublikası. Qəşəng, düzdür, Roma Respublikası. Bəs yaxşı xumlar, həmin dövrdə bir daha yadıma salım görüm, deməli, eramızın 1-ci əsrin 1-ci yarısında kimin hücumuna məruz qalmışdı Albanlar? Romalılar da Pompey hücum etmişdi də. Onda deyə bilərikmi eradan əvvəl 1-ci əsr Albaniya və Atropatena üçün oxşar cəhət? Albaniya və Atropatena üçün. Hər ikisi Romanın hücumuna məruz qalıbmı? Bəli. Bəli, Romanın hücumuna məruz qalmışdır. 66-cı ildə baş verən döyüşümüz? Kür çay sahilində döyüş. Düzdür. Bir daha yadıma sal görüm, Kür çay sahilində neçənci ildə döyüşlər baş veribdir? Eradan əvvəl 66-cı ildə. Tarixdə birdən növbəti Kür döyüşləri neçənci illərdir? 1445 idi. 1405 idi, 1412 Hələ təzə yazın, yadında saxlayarsan bunları. Sonra Fərdə bizə deyəcək, Fərdə 66-cı ildəki döyüşümüz? Kür çay döyüşü. Bu döyüşdə kim qələbə qazandı? Romalılar. Düzdür. Yerdən suallara cavab vermirsiniz, uşaqlar. Kameralarınızı açıq vəziyyətdə suallara cavab verirsiniz. Düzdür. Bəs yaxşı, burada Kür döyüşündə bildik ki,
Pompey qələbə qazanırdı. Pompeyin əslində ordusu az olsa da bizim ordumuz daha çox idi sadəcə. Niyə məğlubiyyətə uğradı? Çünki Romalılar daha çox döyüş təcrübələri var idi. Daha yaxşı silahlanmışdılar. Bizimkilərin sadə silahları var idi. Özləri də sadəcə çox olmasına baxmayaraq döyüş qabiliyyətimiz də aşağı idi. Düzdür. İndi gəl baxaq ki, 66-cı döyüşündən sonra sülh imzalanıb hər iki tərəf arasında. Xeyr, saziş oldu. Sonra yenə 65-ci ildə döyüş oldu. Çünki Albaniyalılar müqavimət göstərdi. Sonra yenə döyüş oldu. Belə, ondan sonra sülh bağlandı. 65-də. Qanıq ola bilərmi? Qanıq, bəli. Eradan əvvəl 65-ci ildə qanıq döyüşü imzalanmışdı. Bax, uşaqlar, yadda saxlayırıq ki, deməli bu Kür döyüşündən sonra bunlar arasında yadda nəyə diqqət yetirirsiniz? Saziş və sülh elə eyni anlama gəlir. Sülh imzalandı, lakin Albanlar sözə baxmadı. Onda bizə bunda Aysu bir daha deyəcək. Aysu, deməli Romalı Pompey ilə Albanlar arasında baş vermiş döyüşlərimiz hansılar oldu? Eradan əvvəl 66-cı ildə Kür çay sahilində döyüş, Eradan əvvəl 65-də Qanıq çay sahilində döyüş. Kür döyüşü hər iki qalib gəlmiş. Pompeyin şərqə yürüş etməkdə məqsədi nə idi? Hindistandan Qaradənizə gedən ticarət yollarını ələ keçirmək. Birdən Bir də şərq vilayətləri Qazaq sahilini tutmaq. bəli. Biz hansı dənizin sahillərində yerləşirik? Azərbaycan. Ona deyirik ki, Xəzər sahillərini ələ keçirmək istəyirdi. Uşaqlar, bunu da kitabınıza qeyd edirsiniz ki, Pyotr, Hitler və Pompey hər üçünün məqsədi eyni idi. Azərbaycandan keçib Hindistana gedən yolu tutmaq idi, ticarət yollarını və Hindistana getmək idi. Bunlar yadınızda qaldısa, onda Aysu bizə deyəcəkdir. Aysu, hansı döyüşdə Romalılar hilə işlədərək qalib gəlmişdilər? Öz deyəcək. Qanıq çay sahilində döyüşdə yürüş. Doğrudur. Qanıq sahilindəki döyüş. Bəs Bahar bizə deyə bilərmi? Bahar, gəl baxaq görək. Pompeyin şərqə yürüş etməklə məqsədləri nələr idi? Albaniyaya keçib Hindistana getmək. Birdən. Birdən Biz hansı dənizin sahillərində yaşayırıq? Xəzər dənizinin sahillərini ələ keçirmək. Düzdür. Xəzər sahilləri və bir də Hindistana gedən ticarət yollarını ələ keçirmək. Doğrudur. Bu dövrdə baş verən döyüşlərimiz hansılar oldu? Bir 66-cı ildə Kür çayı, bir də 65-də Qanıq çayı döyüşü. Hər ikisi neçənci əsrə təsadüf eləyir? Eramızdan əvvəl 7-ci əsr. Qoy 66. Hələ bir əsr tamamlanmır. Maksimum biri. Bəli. Bir əsr. 1-ci əsr. Bəli, düzdür. Eradan əvvəl 1-ci əsrin. Birinci yarısıdır, ikinci yarısıdır. 1-ci yarısı. Düzdür. 50-yə qədər. Birinci yarısı 50-dən sonra. 40-dır, 30-dur, 20-dir, 10-dur. Bunlar da ikinci yarısı deməkdir. Doğrudur. İndi gəlin baxaq görək bir də. Pompey hansı döyüşdə hilə işlədərək qalib gəlmişdi? Qanıq çayı döyüşündə. Qəşəng, düzdür. Qanıq sahili döyüş. Bəs yaxşı. Sevilimiz yoxdur hələ ki burada. Ləmandan davam edək. Bir dəqiqə uşaqlar siyahıya baxın. Heç nə yazmayıb, Sevilin bayaqlamasından danışdıq biz. Sonra bir də kim qaldı? Ləmandan davam edək. Ləman bizə deyəcəkdir, Ləman, əslində 66-cı ildə döyüş baş vermişdi, Kür döyüşü. Özə biz məğlub olmuşduq, saziş imzalanmışdıq. Nə üçün yenidən Qanıq döyüşü baş verdi? Çünki Albanlar Romalıların arxasınca getmişlər, ona görə də Romalılar yenidən Albaniyaya yürüş etdilər. Düzdür, onlar üçün təhlükəli vəziyyət yaradırdılar. Bir də yazırlar ki, Albanlar hansı taktikadan istifadə edirdi bu döyüşdə? Partizan taktikası ola bilərmi? Bəli, partizan taktikası ola bilər. Doğrudur. Partizan taktikası, Nuray, bunu səndən gözlədim, Ləman. Özüm dedim. Partizan taktikasını istifadə etmişdilər. Sonra bir də yadına salırsan, eradan əvvəl 36-cı ildə Albaniya üzərinə hücuma keçmiş sərkərdə kimdir? Albanlardan Kandidi. Düzdür. Kandidi kimin sərkərdəsidir? O
və Kanidinin Antoni sərkərdəsi olmuşdu. Doğrudur. Antoni sərkərdəsi. Həmin vaxt Antoni hara hücuma keçmişdi ki, məhz bu Kanidini Albanlar üzərinə göndərir. Parfiyaya hücum eləmişdi. Sonra oradan hücum edəndən sonra gəlmişlər ki, Albaniya üzərinə hücum etmiş. Nəticədə Romalılar qələbə qazanmışlar. Gəl belə deyək. Deyirik ki, Antoni özü Atropatena və Parfiya üzərinə hücuma keçir. Sərkərdəsi Kanidin isə Albaniya üzərinə hücuma göndərmişdi. Alban da İberlər üzərinə hücuma göndərmişdi. Aydın oldu. Sonra bir də Ləman bizə deyəcəkdir. Ləman xanım, həmin dövrdə 36-cı ildə Alban hökmdarı kim idi? Zobel idi. Bəli, düzdür. Nuray Həsənli. Nuray qızım, eşidirsənmi mənim? Bəli. Hə, o zaman sənlə başlayaq. İndi gəlsən bizə de görə Atropatena Albaniya dövləti hər ikisinin neçənci əsrdə yarandı? Əlimizdə 4-cü əsrdə, yəni sonlarında. Düzdür. Azərbaycan hansı hissəsində meydana gəlib bu dövlətlər? Albaniya deyirsiniz, Albaniya şimalında yaranıb, amma Atropatena cənubunda. Qəşəng, düzdür. Bəs Albaniyanın paytaxtı hansı şəhər idi? Qəbələ. Hardan bilirik Qəbələ olduğunu? Ona görə ətrafında Böyük pilin demişdir. Hər ikisi hansı piranın parçalanmasından sonra yaranıbdır? Makedoniya İskəndər imperiyasının parçalanmasından sonra. Qəşəng. Hər ikisində hansı pul vahidlərindən istifadə olunubdur? İskəndərin adına kəsilmiş gümüş pullardan istifadə olunurdu. Qəşəng. Doğrudur. Bəs yaxşı, eradan əvvəl 1-ci əsrdə hər iki dövlət kimin hücumuna məruz qalır? Roma Respublikasının. Qəşəng, doğrudur. Roma Respublikası deyərkən həmin dövrdə 66-cı ildə Albaniya üzərinə hücuma keçən Roma sərkərdəsi kim oldu? Pompey. Düzdür. Pompey hücuma keçmişdi. İndi gəl baxaq görək eradan əvvəl 1-ci əsrin 1-ci yarısı, 2-ci yarısı. Yəni Albaniya üçün oxşar cəhət? Romanın işğalına məruz qalması. Qəşəng, düzdür. Romanın hücumuna məruz qaldı. Özdə hər iki hücumda kim qalib gəldi? Romalılar Pompey qələbə qazandı. Düzdür. Amma İlahə bizə deyəcək, İlahə. İndi gəl baxaq görək. Bax, biz burada qeyd elədik ki, Romalılar 36-cı ildə hücuma keçən zaman Alban hökmdarı kim idi? Zober. Zober Artabazdan fərqli olaraq Məğlub olmuşdu 36-cı ildə Romalılara. düzdür. Onda eradan əvvəl 36-cı ildə Atropatena Albaniyadan fərqli olaraq Qələbə qazanmışdı Romalılar üzərində, Antoni üzərində. uşaqlar, özünüz də test işləyəndə gördünüz ki, Artabazla Zoberi bir çox testlərdə müqayisə ediblər. Artabaz Romalılarla mübarizə zamanı qalib gəlir, amma Zober isə mübarizə zamanı məğlub olur. Məğlub olduğu Roma sərkərdəsi kim idi? Kanidi idi, Antoninin sərkərdəsi. Doğrudur. Antoninin sərkərdəsi. İndi gəl baxaq görək. Romalılarla Albanlar arasında dostluq münasibətləri neçənci əsrdən yaranmağa başladı? Bu ki, bizim eranın 20-ci əsrində Arevas dönemindən sonra Atropatena dövləti Parfiyanın işğal altına düşər, yəni Atropatena süqut edir. Bundan sonra Albaniyanın da gözü qorxur Parfiyadan, ona görə o da Atropatena dövləti kimi Romaya meyilli olur. Qəşəng, düzdür. Uşaqlar, bu hissəsini hər kəs dərk edib, o bir dəfə də Arifəyə sual verək. Arifəm, niyə Albaniya Romaya meyil elədi? Roma ilə dostluq münasibətləri qurdu eramızın 1-ci əsrində. Roma Atropatena birinci əsrdə hücum eləmişdi. Bir də ki, onun yanında olsa, bir ki, yanında güclü bölümün yanında səfdində, yəni onun yanında durur. Roma ilə saziş imzalar. Düzdür. Roma ilə dostluq münasibətləri neçənci əsrlər boyunca mövcud olubdur? Birinci, dördüncü əsrə qədər, imzaladığı vaxtdan eramızın 1-ci əsrdən eramızın 4-cü əsrində qədər mövcud. 1-ci, 3-cü əsr. 1-ci, 3-cü əsrlər boyunca bizim Albanlarla Romalılar arasında dostluq münasibətləri olubdur. İlahə deyəcək bizə, İlahəm, eramızın 1-ci əsrində hansı Roma imperatorunun adını qeyd edirik biz? Domisian bundakı şeydir, Qobustandakı yazılar, Latın dilində yazılar var, 84-96-cı illərə aid. Doğrudur. Bir Domisian. Sonra bir də bundan əvvəl də var hələ. Bunlar Octavian Augustu, o da hələ öz kitabəsində yazılır ki, Midiyadır, İberiyadır, yəni Gürcüstandır. Bir də ki, Albaniya hökmdarları öz səfirlərini mənim yanıma göndərib, mənimlə dost olmağa çalışırlar, yəni dostluğumu istəyirlər. Hətta hansı Roma imperatoru pul da göndərib Parfiyaya qarşı mübarizə aparmaq üçün? Onun haqqında da Iosif məlumat verirdi. Tiberi. İmperator Tiberi hətta deyək ki, pul da göndərmişdi bizim hökmdarlarımıza.
Doğrudur. Arifə qızım bizə deyəcək, Arifə. Bir daha yadına salın, Pompey ilə baş vermiş döyüşümüz neçənci ildə baş veribdir? 36-cı ildə. 36 yoxsa 66? Eramızın əvvəl 66-cı ildə. Eramızın 1-ci əsri, 2-ci yarısı Albaniya üçün oxşar cəhət. Birinci hər ikisi bilmənin bəzidir. Eramızın 1-ci əsri, bizim eradan əvvəl 1-ci əsr, yenə Albaniya tarixi üçün oxşar cəhət. Yüksəliş bağlayır. Eradan əvvəl 1-ci əsr, eramızın 1-ci əsri. Hər ikisində yadelli hücumuna məruz qalıb deyə bilərsənmi? Bəli, yadelli hücumuna məruz qalıb. Eramızdan əvvəl 1-ci əsrdə kimlər hücuma keçmişdi Albaniya üzərinə? Eramızdan əvvəl 1-ci əsrdə deməli bu Qanıq çayının Kür çayı ərazisində olan döyüşdür. Amma eramızda olanda səfərlərimizə Alan tayfaları hücuma keçmişdi 36-cı ildə. 36 yoxsa 72-74-cü illərində. Düzdür, Gülşən bizə deyəcək. Gülşən 72-74-cü ildə gələnlər kimlər oldu? Alanlar. Alanlar hansı ərazidən keçib gəliblər Azərbaycana? O Dərbənd keçidi vasitəsilə. Düzdür. Onda hansı vilayətdən keçiblər səncə? Çola. Qəşəng, düzdür. Çola vilayətindən keçiblər. Çola vilayəti şimal-şərqdə yoxsa şimal-qərbdə yerləşir? Şimal-şərqdə. Doğrudur. Alanlar Azərbaycana gəliş haqqında bizə məlumat verən mənbələr? Alanlar, tapıntılar var idi Qəbələdə, Mingəçevirdə, Qəbələdə. Düzdür. Hansı tapıntılar idi bunlar? Katakomba qəbirlər. Doğrudur. Həmin dövrdə alanlar yalnız Albaniya ərazisinə hücuma keçib deyə bilərik? Xeyr, Atropatenaya, Parfiyaya da. Düzdür. Parfiyaya qatılmışdılar. Canişini orada, hətta ailəsilə birlikdə əsir alınmışdır. Bir də uşaqlar, burada mütləq diqqət yetirirsiniz. Atropatena dövlət deyil, ərazi deyirik buna. Çünki artıq Parfiya şərtlərin tabeli altına keçmişdir. Alanların Azərbaycana yürüyüşü neçənci ildə oldu? 72-74. Düzdür. Neçənci əsr eləyir bu? 71-ci əsr. Düzdür. O zaman kitabında qeyd edirsən 1-ci əsr, 11-ci əsr. Oxşardır alanların Azərbaycana yürüyüşü ilə. 1-ci, 11-ci əsrlərdə. 1-ci əsrdə burada öyrəndiniz 72-74, 11-ci əsrdə də 1032-1062-ci illər ərzində alanlar Azərbaycana gəlibdir. Katakomba qəbirləri burada öyrəndik. Bəs kurqan qəbirləri nə zaman meydana gəlibdir? Tunç dövründə, erkən Tuncda. Katakomba sözünün mənası nə idi? Katakomba qəbirləri necə qəbirlərdir? Qəbir, küp. Yeraltı sərdabələrdir. Yeraltı sərdabələr. Nuray Sultanova bizə deyəcək. Nuray, Albaniya dövləti neçənci illərdə mövcud olubdur? 4-cü, 8-ci əsrlər. Eradan əvvəl 4-cü, eramızın 8-ci əsrləri. Əla, düzdür. Bəs yaxşı, bilirsən sən artıq kitabda testlərdə qarşına çıxıbdır. Albaniyanın paytaxtı dəyişib Atropatenadan fərqli olaraq. Xeyr. Bəli. Qəbələdən hara köçüb paytaxt? Bunu sonraki dərslərdə keçəcəyik. Qəbələdən. Bəli, Qəbələdən buyurlar, hə? Təbii ki, Firuz Şahın dövründə 2-ci Vati onun şərəfinə pərdə salmışdı. Hə. Deməli, burada yəni Bərdə şəhərinə köçür. Bərdə şəhərinə köçür. Həmin bu deyirik ki, buradan Albaniyada, Atropatenada fərqli olaraq paytaxt dəyişikliyi mövcud oldu. Bir də uşaqlar, təzə kitablarımızda qoşundaş abidələri haqqında məlumat veriblər. Nuray Sultanova, bu qoşundaş abidələri harada yerləşir? Qobustandaydı. Qobustan mı, yoxsa indiki Ermənistan? O dövr. Yəni, yadında saxlayırsan ki, bax Zəngəzurda, Qara kilsədə yerləşir qoşundaş. Təəssüflər olsun ki, mənfur düşmənlərimiz onda öz altından çıxmağa çalışırlar. Atropatena Albaniyada hər ikisində Yunan tanrılarına sitayiş olunur. Bəli, düzdür. Misal üçün, Atropatenada hansı Yunan Allahına sitayiş olunur? Kerifto məbədində. Bəs Albaniyada? Albaniyada. Zevs, Helios, Zevs, Helios, Selena Allahlarına sitayiş olunur. Telefon istiqamətində səsim yaxın verir. Nə üçün biz Atropatena Albaniya Yunan Allahlarına sitayiş eləmişik? Çünki onlar əvvəldən Yunan elm mədəniyyətindən tanış idilər. Nə zaman? Kimlərin dövründə, kimin dövründə təsirlə məruz qaldılar? Atropatenada Artabazanın dövründə. Makedoniya İskəndərin yürüyüşü zamanı. Nuray, çıx təzən daxil ol, həm səsimiz yaxın verir səndə. Deyirik ki,
Bu ümumiyyətlə Azərbaycan ərazisi eradan əvvəl 4-cü əsrdə Makedoniya İskəndərin şərqə yürüşü zamanı bax bu gördüyümüz Yunanlıların təsir dairəsinə ya da Yunan mədəniyyətinin təsirinə məruz qalıblar. Nəticədə biz Yunan allahlarına sitayiş etmişik. Bu bir. Bəs yaxşı, onda Akşin bizə deyə bilərmi Akşin? Həm Albaniyada, həm Atropatenada hansı tikinti vasitəsindən istifadə olunması yenə Yunan mədəniyyətinin təsiri idi. Düzdür, kirəmitdən istifadə olundu. Doğrudur. Sonra sən bizə deyəcəksən Albaniyada hansı yazılara rast gəlinmişdi? Albaniyada. Buyur qızım. Aramaya Yunan Latin yazılarına rast gelmişti. Bu da gösterdi ki Yunanlar farklı dillerde yazmayı bacarırlar ve olabilirler. Doğrudur. Alban yazısı özlərinin yazı sistemi olubdu. Aramey yazısı, Yunan yazısı, Latin yazısı. Əməlli başlı biz oxuyub yazan insanlar olmuşuq. Ona deyə bilərsən Nakşin, Yunan yazısına harada rast gəlinibdi? Yunan yazısına Şəkinin Kişkəndi yoxsa Böyük Dəhnə kəndində? Böyük Böyük Dəhnə kəndində. Kişkəndi deyən kim idi? İndi desin görüm, səhvini düzəltsin görüm. Kişdə ilk dəfə olaraq Qafqazın ilk hansı abidəsi yerləşir? Alban kilsəsi. Bəli, düzdür. İlk kilsəsi Qafqazın ilk kilsəsi burada yerləşir. Biz o deyə bilərikmi ki, Akşin, Albanların özünün yazısı olması haqqında bizə məlumat verən mənbə hansı mənbədir? Özünün yazısı Albanların özünün yazısı olması ki, bizim yazımız hardan hara gedib çıxıb. Kim deyər uşaqlar? Alban yazısı 9-cu bölümdən sonra da həmənlər dönmə yazını tanımışlar da. Yazı ilə bəli tanış olmuşdular. Amma Albanların özünə məxsus yazı sisteminin olması haqqında uşaqlar. Kitabın son hissəsində cədvəlin içində yazıblar ki, məsələn 1975-ci ildə Sinay yarımadasında müqəddəs Yelena monastırında Albanlara aid bir yazı tapılmışdır. Bu onu göstərir ki, Albanların öz yazı sistemi mövcud olub. Bir də gələn növbəti dərslərimizə deyəcək ki, Musa Kalankatlı da yazırdı ki, Albanların öz yazı sistemi mövcud olmuşdur. Yaxşı, bəs Səbinə bizə deyə bilərmi Səbinə? Yunan yazısına dedik, Roma yazısına harada rast gəlinmişdi? Roma yazısına? Bəli. Bakıya gedəndə gedərsən Qobustana. Qobustandakı kitabədən bilərsən ki, burada Latin yazısına rast gəlinmişdir. Yunan yazısına harada rast gəlindi? Yunan yazısına Musa Kalankatlı dedi. Yunan yazısına Şəkinin Böyük Dəhnə kəndində rast gəlinmişdi, düzdür. İndi də görürsən sən bizə həm Atropatena, həm Albaniyada yaşamış tayfalar hansı tayfalar oldu? İskitsə, Kaspik Atos tayfaları. Bəs yaxşı, həm Atropatena, həm Albaniya sevdiklərinin hücumuna məruz qalır? Yalnız Atropatena qalmışdı. Düzdür. Bəs burada öyrəndik ki, Şəkinin Kiş kəndində ilk dəfə olaraq Qafqazda hansı abidələr rast gəlinir? Kiş kəndində. İlk Xristiyan kilsəsinə rast gəlinmişdir. Bunun yanında saxlarız çoxla diqqətən. İlk Xristiyan kilsəsi deməli bizim Albaniya ərazisində hansı din geniş yayılıbdır? Xristiyan. Bəs Atropatenada hansı din geniş yayılır? Bəli, Zərdüşt dini geniş yayılmış, düzdür. Bir dənə də fərqli və oxşar cəhətlərdə bir nəzər yetirək, sonra keçək testlərimizə. Oradan bizə Xumar deyəcəkdir. Xumar, Atropatena Albaniyada ikisində hökmdar hakimiyyəti mövcud olub? Bəli, hökmdar qeyri-məhdud hakimiyyətə malik idi. Hökmdar hakimiyyəti mövcud olub hər ikisində, bu bir. Hər ikisində ictimai quruluşuna görə necə dövlət idi? Quldar dövlət idi, siyasi quruluşuna görə isə monarx. Hər ikisi eramızdan əvvəl 1-ci əsrdə kimin hücumuna məruz qaldı? Romalıların. Düzdür. Hər ikisi Parfiyaya qarşı mübarizə aparır. Parfiya, bəli. Düzdür. Onda Fərdə hər ikisi Parfiyaya qarşı mübarizədə kimlə yaxınlaşır? Necə? Hər ikisi Parfiyaya qarşı mübarizə zamanı kimlə yaxınlaşır Fərdə? Roma ilə yaxınlaşır. Bəli, Roma ilə yaxınlaşır. Fərdə? İstedik ki, Albaniya yazısına oxşar cəhət bir dəyişim
Parfiyayla mübarizə edib, Almaniyanın yaxınlaşıqda. Bu Albaniya açıq aydın Parfiyayla mübarizə edilir. Yoxsa xalq qorxu deyir, yəni Atropateni elitlər mənə də eləyərlər. Fikirləşir ki, həmin dövrdə Şərqin güclü dövlətlərdən biri Parfiyaydı. Əgər ki, Parfiya Atropatena dövlətinə son qoyubsa, o deməkdir ki, Albaniya dövlətinə də son qoya bilər. Məsələn, görə də müharibə bir döyüş meydanında hər hansısa müharibəsi varmı? Yoxdur. Amma bir mübarizə, bir çəkişmə var idi həmin dövrdə. Məcbur idi ki, Albaniya kiçik bir dövlət olduğuna görə hər hansısa bir dövlətin kölgəsinə sığınsın. Ona görə də Parfiyadan, belə deyim, uzaqlaşır və bu dövrdə, gələcək dərslərimizdə onsuz da görəcəksiniz ki, hətta Parfiya bunlar Arşakilər sülaləsi tərəfindən idarə olundu. Bilin ki, 1-3-cü əsrlərində Roma ilə yaxınlaşıb Parfiyaya qarşı mübarizə aparmaq üçün. Belə. Sonra Fərdə bizə deyəcəkdir, Fərdə. Atropatena Albaniyadan fərqli olaraq kimin hücumuna məruz qalıbdır? Albaniyadan fərqli olaraq... Bəli. Fərqli olaraq. Saklarlar idi, necə idi adı? Yadına sal, 3-cü əsrdə məruz qaldı. Alanların hücumuna. Selevkilər olmasın? Selevklərin hücumuna məruz qalmışdır. Uşaqlar, indi testlərimizdən mən sizə göndərdiyim testi işlədirsiniz. Əvvəlcə səhvlərimizə dimin test toplusundan baxaq, sonra keçək bu testlərə. Bu alanlar bir dəfə 1-ci əsrdə gəlir, bir də 11-ci əsrdə. Bu 11-ci əsrdə dəqiq olaraq neçənci ildə gəlirdi? 1032-1062-ci illərdə. Müəllimə, burada 40-cı sual elə bildim səhvdir, bəlkə mən bilməmişim. Ola bilər. Bu bir dəqiqə açılsın. Gəlin baxaq görək dimdən kim nə qədər səhv eləyibdir. Uşaqlar, işlədiyiniz testləri bir daha xatırlatmayayım hər dəfə. İşlədiyiniz testlərin şəkillərini çəkib mənə göndərirsiniz. Peki sizden məşəçəsin. Albaniyada hərbçilər ikinci təbəqədə düzdür? Bəli. Amma testlərdə onu götürdüm, o səhv çıxdı. Sən gözlə qızım, bu bir dəqiq test tapım buradan. Mən Atropatena Albaniyanın səhifəsini deyə bilərsiniz. 36. Hə. Müəllim, mən bu dərsi köhnə kitabdan oxumuşdum. Hərbiçilər 3-cü təbəqədə yazır. İndi uşaqlar, mən çalışıram göndərəm. Təzə kitab, köhnə kitab. Burada biraz fərqli xüsusiyyətlərlə rastlaşacaqsınız siz. Ona görə dedim ki, təzə kitablardan oxusanız daha yaxşı olar. Çünki təzə kitablar əsasən hökümdarlar 1-ci təbəqə, hökümdar 1-ci təbəqə, 2-ci təbəqədə oldu bizim vilayət başçılarımız, kahinlərimiz və yaxud da ki, hərbiçilərimiz. 3-cü təbəqədə sənətkarlar, kəndlilər, əkinçilər daxildir. Yəni, hərbiçiləri 2-ci təbəqəyə daxil ediblər. Amma köhnə kitablarda hərbiçiləri 3-cü təbəqəyə daxil edilsənə görə ona görə testdə bir uyğunsuzluq yaranıbdır. Başlayaq uşaqlar. Dimin test toplusundan 1-dən 10-a qədər səhviniz. 1-dən 10-a qədər səhv yoxdur, amma 9-cu sualda qədim Misri keçməyinə görə onu yazabilirim. Tamam, baxaq görək. Qədim Albaniya və qədim Misir dövləti üçün oxşar cəhət. İlahə buyur. Baxıram, burada deyir Misirin Albaniyaya oxşar cəhəti. Belə ki, Albaniya da 66-65-ci ildə Romanın hücumuna məruz qalıb. Misirin özü də eradan əvvəl 30-cu ildə Romanın vilayətinə çevrilibdir. Yəni, D variantı uyğundur. Düzdür. Hər ikisi Romalıların hərbi yürüşünə məruz qalıb uşaqlar. Diqqətlə yadda saxlayırsınız. Misiri keçəndə biləcəksiniz, əslində ən sadə rahat bir hadisədir bu Misirlə bağlı. 10-dan 20-yə qədər səhviniz. 17. 16. 14, 16. 14-ə baxaq. Qədim İskit və Almanlar üçün oxşar cəhət deyil. Bu sualımızda bizə Gülşən deyəcək. Buyur Gülşən. Və görün Fərdə, Albanlar neçənci ildə dövlət qurubdur? Almanlar
eradan əvvəl 4-cü əsrdə. Bəs İskit padşahlığı neçənci əsrdə yaranıb? 6-cı əsr idi. 7-ci əsr idi. Ay, 7-ci əsr birinci yarısı. İstər 4, istərsə də 7. Hər ikisi eradan əvvəl neçənci minilliyə düşür? 1-ci minilliyə düşür, ona görə var. Doğrudur. Hər ikisi eradan əvvəl 1-ci minillikdə dövlət qurulmuşdur. 1000 minillik 10 əsrdən ibarət. Ondan əgər eradan əvvəl deyiləmsə, onun tam özdə daxil olmaqla, ondan ta ki 1-ci əsrə qədər olan 1-ci əsrdə daxil olmaqla bütün hadisələr 1-ci minilliyə aid edilir. İstər 7-ci əsrdə yaranmış İskit, istərsə də 4-cü əsrdə yaranmış Alban, hər ikisi 1-ci minillikdə yaradılmış dövlətlərimizdir bizim. 16-cı sualımıza baxaq. Arifəm, buyur. Deməli, 16-cı ilk Alban dövləti orqanları bünyəcəsinin 60-cı illər tarixinə aiddir. Bu da ki, bizə hardasa verir 65-66-cı ildə olan dövrü, o döyüş dövrünləri. Orada deyir, 2-ci Sargon yürüyüşünə nəyə qalmazı? Xeyr, 2-ci Sargon bura Alban yürüyüş eləməmişdir, Manya yürüyüş eləmişdir. Alban döyüşlərinin Bağdamada döyüşündə şəhid edilməsi xeyr, yəni bunu alıb götürmərik. Paytaxt şəhərinin qazandı olması, bu da ki, adı nə deyir? Atropatenadır. Atropatenadır. B variantında deyəcək, o özlərini idarə edilməz. Çünki orada da deyəcək ki, 65-66-cı ildə İrlandakı döyüşlərdə o özünün idarə olunurdu. Evli rəhməliyyə ki, Urartu qoşunların Afon dövləti olması, Urartu'nda Doğu rəhməldə, Urartu'nda Mani hökmdarları buradır. Düzdür. Sonra 27'dir. 17. sualımız. Buyur kızım. Qədim Albaniya dövlətinə aiddir. Birinci İskit şahlığı ilə sıx dostluqlardan saxlaması aiddir. Atropatenə aiddir. Ona görə agentdir. Belə Ramazan 53-cü il Romaya qarşı Urartu ilə ittifaq olması belə bir şey demədi. Urartu ilə ittifaq olmamışdı. Sonraki Sargonla müttəfiq olması o da Atropatenəyə düşür. Romaya düşür doğrusu. Ona görə C getdi. Qora müəyyənə kənd təsərrüfatı sənətkarlıq və bəzi sahələrdə istifadə edilməsi bu düzdür. Yedilər ki, Aşurların baş məbədinin Qəbələ şəhəri ucaldılması bu aid deyildir. Bəli, ateşpərəstlərin Qəbələdə deyil, hansı şəhərdə idi onların məbədgahı? Orada Qurəmənin kimi təsərrüfatı. Bir də orada yazılmışdı ki, əyanların bir də padşahın yəni təsərrüfatında. Burada birazdan başqa cür yazılır. Əyanların təsərrüfatı ilə əyanın kənd təsərrüfatında da. Yəni münasibətlər olmalı yazılır burada. İskit şahlığı ilə dostluq münasibətləri ola bilməz. Niyə? Çünki İskit 590-cı ildə süqut eləyib. 590. İskit bir ara dost oldu. Yəni bəzən Aşır bağlamışdı da. Ya da Ulusun. Bunlar İskitləri görməyiblər. Aşır. 18 düz idi uşaqlar. 18 məndə səhvdir. Nuray Həsənli, buyur. Bəli, deyir ki, Atropatena və Albaniya dövlətlərinin meydana gəlməsinin əhəmiyyəti. Burada deməli, Asuriya qarşı mübarizədə bütün türk dilli tayfaların birləşməsi xeyr, yəni meydana gəlməsinin əhəmiyyəti bu deyil. Belə deyir, Azərbaycan xalqının təşəkkül prosesinin başa çatması başlaması düz olardı, elə olsaydı. Azərbaycanın müstəqil dövlətçiliyin bərpa edilməsi, bəli, cavab C variantıdır. Düzdür. Atropatena və Albaniya hər ikisi müstəqil dövlətçiliyimizi bərpa ediblər, doğru. Həmçinin də digər bir oxşar cəhətdə nədir hər iki dövlətin yaranmasının əhəmiyyəti nə idi? Bununla hansı prosesin başlanğıcı qoydu Nuray? Müstəqil dövlətçiliyin. Dövlətçilikdən əlavə xalqımızın formalaşması prosesi deyə bilərsənmi? Bəli, bəli. 20-dən 30-a qədər uşaqlar səhvləriniz? 27-ci sualda uyğunluq pozulmuşdur deyir. Onu da bizə izah edin, daha doğrusu gözləyin. Ləman deyəcək. Buyur Ləman. Eşidirsən Ləman? Səsin bağlı idi mənim. Hansı soru baxırdım? 27-ci sual bizim. İlk sualda uyğunluq pozulmuşdur. Albaniya dövlətinin hakimiyyəti yerli hökmdarların əlində idi. 1-ci əsrdə bu düzdür. Sonra Mağol dövlətinə əsasını qoymuş 9-cu əsrdə. Bu da düzdür. Ondan sonra
Burada C variantında düzdür, C variantı. Burada uyğunluqdur, pozulmuşdur. Ona görə Albaniya dövləti Makedoniya İskəndər hərbi üsyanına məruz qalmışdır 4-cü əsrdə. Çünki səhvdir. Çünki Makedoniya İskəndər ölmüşdü həmin vaxtda. Düzdür. Deyirsiniz ki, Albaniya Atropatena dövləti İskəndər öləndən sonra, onun hakimiyyətindən sonra yarandı. Bunlar bir-birlərini görməyiblər tarixdə. Ona görə uyğunluq düzdür, qəşəng C variantında pozulur. 30-a qədər başqa səhv var uşaqlar? 22. Onu da mənə Bahar deyəcək. Buyur Bahar, 22-ci suala bax. Albanlar və saklar Bahar 331-ci ildə hansı döyüşdə iştirak ediblər? Albansa, Kadusi. Evet, Qavqamaya döyüş. Bahar niyə cavab vermədi? Yadınızda saxlayırsınız, Qavqamaya döyüşündə Əhəməni ordusunun tərkibində vuruşubdur. Uşaqlar, dövlət filan demir ha. Sadəcə yazır ki, Alban və sak tayfaların ümumi cəhəti deməli Qavqamaya döyüşündə iştirak edibdir. Sonra 30 dediniz elə birdən. 30-cu sualımız. İkinci sualımızı da Aysu cavab verirsin. Bundan sonra deyirsən, İlahi sən idin nə deyən? Yaxşı, bundan sonrasını sən cavab. Dövlətinin mövcud olduğu illərə uyğun gəlir. Dövlətinin sübut etməsi varid deyil. Qızım, əvvəlcə sən bizə de görək, bu Albaniya dövlətinin neçənci illərdə mövcud olubdur? 4-cü əsrin eramızın ilk əsrlərinə qədər. Biraz da fikirləş, Albaniya əslində ən uzun ömürlü dövlətimiz deyil bizim. 705-ci ilə qədər. Düzdür. Media dövlətini sübut etməsi. Media dövləti eramın əvvəl 550-ci ildə sübut edir. Qədim zamanda ilk dəfə respublika yaranmaz. Eradan əvvəl 509-da yaranır. Pul müharibələrinin başlanması bu 264-dür eradan əvvəl. Sinanın vuruşması eranın əvvəl 480-ci il idi. İskit şəhəri eradan əvvəl 590-cı ildə sübut edir. Albaniya dövlətinin mövcud olduğu ilə uyğun gələn pul müharibəsidir. 264 olan. Əla, düzdür. Sübut edilir. Mən bu əsrlər başa düşmədim. Tabii sizə zəhər bilərsiniz. Bunları biz keçməmişik, ona görə başa düşməyibsiniz. Qədim Romada ilk dəfə respublikanın qurulması 509-dur. Pul müharibəsinin başlanması 264-cü ildə başlayıb 146-cı ilə qədər. Bax, belə yazım. 264 dedik, düzdür biz buna. 264. Bax, görürsən 264. 264. Özdə eradan əvvəl. Eradan əvvəl 264. Hə, baxın 3-cü əsrdir. Deməli, həmin dövrdə Albaniya dövləti mövcuduymuş. Ona görə C variantını götürdük. Salamin 480-dir. 480, o da eradan əvvəl özə 480. Hələ bu vaxtı heç Albaniya Atropatena dövləti yaranmamışdır. İskit şahlığı eradan əvvəl 590, eradan əvvəl yenə yaranmayıb hələ Atropatena Albaniya dövlətləri. Ona görə götürə bilmərik. 40-a qədər başqa səhviniz? 37. İlahə, buyur. Hərbi hökmdarı Oroyusun hakimiyyəti dövrü üçün xarakterikdir. Oroyus 66-65 Kürqanlıq döyüşləri ola bilər. Bu dövrdə də Pompeyin yürüyüşüdür. Misal üçün deyil, A variantı Kür döyüşündə Hilli ilə qalib gəlməsi bu qanıq döyüşünə aiddir deyil, A səhvdir. 1-ci əsrin 60-cı illərində Albaniyada hakimiyyətdə olması bu bizim era yox, bizim eradan əvvəl olmalıydı. Ona görə bu səhvdir. C düzdür, Roma sərkərdəsi Pompey ilə saziş imzalayıbdır Kürdən sonra, Kür döyüşündən sonra. Fransız döyüşü deyirsə bu Atropatenaya aiddir. Qanıq döyüşündə Romalılara qalib gəlməsi deyil də Romalıların məğlub olmasıdır. Qəşəng, düzdür. 40-a qədər başqa səhviniz var uşaqlar? 37. 37-ni deyil. 39. 39. Fərdi Sahilə 39. Almanya dövlətinin səncəli xüsusiyyət. Əvvəlcə Atropatena, sonra Sasaniya dövlətinin tərkibinə daxil olmuşdur. Xeyr, Atropatenanın tərkibinə daxil olmayıb. Bəlli ki, Azərbaycanın cənubunda yaşamış, sonra şimal torpaqlarını da əhatə etmişdir. Əvvəllər Azərbaycanın cənubunda yaşamayıb, birbaşa şimalda olub. Sonra quldarlıq dövründə yaranmış, feodal
dövlət kimi süqut etmişdir. Bəli, bu doğrudur. Ona görə C variantını götürəcəyik. Bəs D variantı niyə səhvdir? Azərbaycanın şimalında yaranmış erkən orta əsrlər dövründə bütün Azərbaycan ərazilərini özünə birləşdirmişdir. Xeyr, bütün Azərbaycan ərazilərini özünə birləşdirməyib. Slavyanların Cənubi Qafqaza yürüyüşləri dövründə süqut etmişdir. Xeyr, belə bir şey oxumamışdım mən. Uşaqlar, bütün sözü tamamilə yalnız sözlərindən rastlaşsaz testlərdə mütləq orada bir ehtiyat edin. Deməli, burada bir səhv var. Bəli, bütün Azərbaycan ərazisini əhatə etmişdir. Doğrudur qızım, düzdür. 40-dan 50-yə qədər səhviniz? 42 min aldım. 47. Yani bu değildim hemen. Orada başa düşmedim. Nəyi başa düşmədin? 40-ı? Elə bildim səhv yazılıb test. Qədim Albaniya və bir də qədim Atropatena dövlətləri üçün eradan əvvəl 1-ci əsrdə xarici hərbi müdaxiləyə məruz qalması həm Atropatena həm Albaniya üçün oxşarcadır. Bunu bayaqlarda təkrar dedim testlərdə, dərsdə. Əhalisinin Yunan yazısı ilə tanış olması. Atropatenada bilirik biz Herakl, Kerifto məbədinin giriş hissəsində Yunan yazısına rast gəlinmişdi. Qədim Albaniyada isə bilirsən, Şəkinin Böyük Dəhnə kəndində Yunan yazısı tapılmışdır. Deməli, AB oxşar cəhətdir. C variantı ola bilər. Baxaq. Eradan əvvəl 36-cı ildə Romaya qarşı döyüşdə qalib gəlmişdir. Atropatena düzdür. Araz çayından şimalda yaranmışdır. Qədim Albaniya bu da düzdür. Selviklərin hücumuna məruz, Selviklərin yürüşünə məruz qalmışdır. O da olmalıdır. Bir də düz. Beş mən düz baxmamışam variantlara. Sonra 43 dedisilə uşaqlar buradan. Orada A variantı. 43-də A variantına baxaq. Hadisə nəticə əlaqələrin doğru verildiyi bəndidir, müəyyən edin. Akşin, düz yazmısan bu sualı? Ben düz yazmışım. Onda buyur izah eləm. Dəqiqə. Hadisə Albaniya dövləti yarandı. Nəticə Azərbaycanın şimalında ilk şəhərlər meydana gəldi. Xeyirlə bu olmasından əvvəl şimalda İskit dövləti yaranmışdı. Aha, sonra. B bəndində hadisə kənardan gətirilən pullar ticarətdə tələbatı ödəmədi. Nəticə Albaniyada yerli pullar kəsildi. Bu doğrudur, bunu düz götürək. Sonra C bəndində hadisə Qavqamela döyüş baş verdi. Nəticə Albaniya dövləti Əhəmənilərlə birlikdə Makedoniya ordusuna qarşı mübarizə apardı. Səhv deməlim burada. Albaniya dövləti olmamışdı həmin vaxtı, həmin döyüşdə. D bəndində hadisə Antoni şərq ölkələrinə yürüyüş etdi. Nəticə Atropatena və Albaniya Roma asıl Respublikasının asılılığı qəbul etdi. Burada xeyr, Antoninin yürüyüş etdiyi vaxtı heç bir asılılığı qəbul etməyib. E bəndində hadisə Pompey, Kür və Qanıq çayı sahilində Albanlar üzərinə qalib gəldi. Nəticə Xəzər dənizi sahillərindən keçən ticarət yolları Roma İmperiyasının nəzarətinə keçdi. Hadisə düzdür, amma nəticə səhvdir. Roma İmperiyasında olmayıb axan vaxtı. Bəli, imperiya deyildi. Səbinə yadında saxla ki, Azərbaycanın şimalında ilk şəhərlərin meydana gəlməsini biz nə zaman demişdik? Orta Tunç dövründə demişdik. Misal üçün, Oğlanqala, 2-ci Kültəpə, Üzərliktəpə, Nərgiztəpə bunlar Orta Tunç dövründə Azərbaycan üzrə şimalda yaranıbdır. Albaniya dövləti ilə bağlı deyil. Albaniya dövlətinin yaranması ilə bizim xalqımızın təşəkkül prosesi başladı. Ona görə A variantı yanlışdır. Sonra Səbinə, özün 44 izah eləm. Ben 44 izah eləm deyil ki. Hadisə səviyyədən doğru verildiyi bəndi müəyyən edin. Hadisə Kanada Albaniya hükümdarı Zoberi məğlub etdi. Nəticə Albaniyada yerli hükümdarların hakimiyyəti başa çatdı. Mən xeyr, bu nəticə səhv, çünki Albaniyada yerli hükümdarların hakimiyyəti başa çatmamışdı. Burada Zoberi məğlub etdikdən sonra Roma hakimiyyəti altına düşmüşlərsə. İstədim. Həndə Alban hökmdarı Zoberi məğlub etdi düzdür. Albaniyada yerli hökmdarların hakimiyyətini başa çatdıra bilmədi. Yerli hökmdarların hakimiyyətini deyə bilməzsən. Sadəcə bəli, doğrudur, tabi olmuşdu. Bir
Dedi ki hadisə Alban qoşunlarının qanıqçay sahilində döyüş baş verdi. Alban hökmdarı Kozis məğlub olub sülh bağladı. Mənfur sülh bağlamamışdı, saziş olmuşdu. Yox, hökmdar deyildi. Saziş sülh eyni anlama gəlir. Hökmdar deyildi Kozis. Ona görə yapmışdı. Bayaqlar dedim axı. Bir dərsdə. Hadisə Antoni Şərq ölkələrində döyüş etdi. Nəticə Roma qoşunlarının döyüş baş verdi. Roma Parfiya qoşunlarının ilk döyüş o Magnesiyadaydı. Hadisə Makedoniya İmperiyası parçalarının Makedoniyada deyildi, Roma Parfiyasında ilk döyüş 53 Karra döyüşüydü. Qarşılığında Makedoniya İmperiyası Buyur. Makedoniya İmperiyası parçalarının nəticə Azərbaycan Şimali İlk Qullar dövləti yarandı. Bəli, Azərbaycan Şimali İlk Qullar dövlət Makedoniya İmperiyası parçalarından sonra yaranmışdı, Albaniyaydı. Hansı Kürazi çağlamasında ərazdə eski çağlamanın təqib etmişdi. Albanlar ilk dəfə yazı ilə tanış oldu. Bunu başa düşmədim. Mən biraz küçüldüm. Qaradaşlar arasındakı ərazilərdə İskit şahlığının tərkibinə keçməsi Albanlar ilk dəfə yazı ilə tanış olmuyublar. İlk dəfə yazı ilə tanış olmasını hələ əhəmələrə tabi olduğu vaxtdan deyil ki, bunlar yazı ilə tanış idilər. Əhəmələrə tabi olduğu vaxtdan, yadda saxlayıram, yazı ilə tanış idilər. Hadisə Makedoniya İmperiyası parçalandı, nəticədə Azərbaycanın şimalında ilk quldar dövləti yarandı. Uşaqlar, ilk quldar dövlətimiz dedik, hansı dövlət olubdu? Yaxşı olsun bu ilk quldar dövlətimiz cənubda. Bəs şimalda ilk quldar dövlətimiz hansıdır? İskitlər. İskitlərdən sonra Albanlar. Təzə kitablarımıza əsasən bizim Azərbaycanın şimalında yaranmış ilk dövlət İskit dövlətidir. Uşaqlar, bunu beynimizdə. Necəm? Quldar dövlət olmasını bilirik dəqiq. Quldar dövlət belə fikirləş ki, bax sən 6-cı sinifdə oxuduğun bütün dövlətlər, hər biri istər Azərbaycan, istər ümumi tarixdə. Hamısı ictimai quruluşu quldardır. Çünki quldarlıq dövründə meydana gəlibdir. Quldarlıq dövründə federalizm dövlət olası deyil ki. Quldarlıq dövründə deməli ictimai quruluşu quldarlıq münasibətləri olubdur. Bu da quldarlıq. Deyirsən, quldar olaraq yaranıb, feodal olaraq da çox tezlikdə. Bəli, qəşəng, doğrudur. Uşaqlar, kitabımız köhnə nəşr olduğuna görə, testimiz daha doğrusu, biz də təzə nəşr kitablarını oxuduğumuza görə bəzi bir-iki testlərdə bir uyğunsuzluq var. Əvvəllər götürürdük ki, Azərbaycanın şimalında ilk dövlət Albaniyaydı. Amma indi təzə kitablara əsasən götürürük ki, İskit padşahlığı. Ona görə bu kitabda orada cümlə var ki, Albaniya Azərbaycanın şimalında yaranan ilk dövlətdir əvvəlində. Əvvəlində yazır. Amma ümumilikdə olaraq İskit padşahlığını da götürürük ki, ilk quldar dövlət də Azərbaycanın şimalında İskit padşahlığıdır. Tamam. Bunu ona görə izah elədim ki, uşaqlar yadınıza saxlayın. Sonra 45-dən 50-yə qədər səhviniz var. 47, baxaq. Atropatena və Albaniyanın fərqli cəhətlərini soruşur bizdən. Kim deyəcək bizə bunu? Xumar, izah elə. Deyir ki, uyğunluğu müəyyən edir. Qədim Atropatena və Albaniya dövlətləri fərqli cəhətləri Romalıların hücumuna məruz qalmışdı. Bu ortaq cəhətləri idi. Ay məbədin baş kahini padişahdan sonra ən hörmətli şəxs olmasıdır. Bəli, bu mən kitabımda bu yazır. Tikililərin kirəmitdən istifadə olması Yunan mədəniyyətindən mənimsəmişlər bunu. Oxşar cəhət deyirik. Fərqli cəhətlərində A oxşar cəhətdir, B necə fərqlidir. Çünki Albaniya mənimsəmişdi kirəmitdən tikililəri. Amma yadınızda hər ikisi mənimsəyir kirəmitdən. Oxşar cəhətləri Hayladur Hunlarının hücumlarına məruz qalması. Bunu mən götürməmişdim, amma variantlar əsasında olmuşdu. Selevkilər dövründə asılı hala düşməsi, xeyr, heç biri. Kaspi tayfalarının ölkə ərazisində məskunlaşması, bəli, hər ikisində məskunlaşıb. 1-ə BC, 2-yə də C götürəndə cavab Yəni burada bir də oxşar cəhətlərdə tikimizdən kirəmitdən istifadə olması oxşar cəhətdir, fərqli cəhət deyil. 1-ə yalnız B, 2-yə də yalnız C-ni götürürlər. Doğru cavab Y variantı deyil. Xeyr, B variantı. Mən bir səhv yazmışam.
Uşaqlar sonra neçə qaldı? 50-dən 60-a qədər səhviniz? 51. 54. 51, 54-cü suallara baxaq. Akşin 51-ci sualı izah elə bizə. Bəli, qədim Azərbaycan dövlətləri Atropatena, A bəndi Romalıların hücumuna məruz qalması, bu düzdür. A-nı götürək. B bəndi padşahdan sonra ən nüfuzlu şəxsin ay məbədinin 2 ayın sayılması, bunu götürməyək, səhvdir. C bəndində Qavqamela döyüşündə həmənlərə qarşı mübarizə aparması, bu xeyr, həm vaxtı Atropatena dövləti olmayıb. İkinci, Albaniya, A bəndi Makedoniyalı İskəndərin yürüşünə məruz qalması, xeyr, bunu götürməyək, həm vaxtı parçalanmışdı Makedoniyanın İskəndərin imperiyası. B bəndində Rom sərkərdəsi Pompey ilə sülh sazişinin imzalanması, burada bunu götürək, B bəndi bu olub. C bəndində də Alan tayfalarının yürüşünə məruz qalması, bəli, bu da götürək. Qəşəng düzdür. Nə zaman Alanların yürüşünə məruz qaldım? 72-ci, 74-cü illərdə. Düzdür. Düzgün cavab Y variantı. Bəli. 54 deyirsələr uşaqlar bildi. Nuray Həsən buyur. 54-cü suala bax. Öyrən diaqramı əsasın uyğun bəndləri müəyyən edin. Oros və Artabaz oxşar və fərqli cəhətlərini qeyd edirik. Deməli, xarici hərbi müdaxilələrə qarşı mübarizə aparıblar. Bu ortaqda həm Oros, həm də Artabaz ikisi də mübarizə aparıb. Ona görə 3A, 1-ci əsrin 60-cı illərində hakimiyyətdə olması, bu bizim eramında deyə götürmürük. Çünki eramızdan əvvəl olsaydı falan götürərdik. Ona görə belə çıxırıq. Roma ilə müqavilə imzalayıb. Bu Oros Roma ilə müqavilə imzalayıb. Sonra Fransız döyüşündə qalib gəlməsi Artabaz, Atropatena dövlətinə Artabaz Fransızda qalib gəlir. Roma imperiyasının qoşunlarla toqquşması bu doğrudur, ancaq imperiya sözü da respublikası olsa götürə bilərdik. Yəni imperiyadır. Qəşəng. Ona görə E variant. Düz. 60-a qədər başqa səhviniz var uşaqlar? 58-ə baxmalıyıq. Bəli. Elə Nuray buyur, 58-ə də bax, bayaqlar sənəm. Az sual. Mən baxmalıyım. Bəli, bəli. Deməli, 58-də belə oxşar və fərqli cəhətlər istəyir dövlətlərin. Deməli, deyim ki, Romalıların hücumuna məruz qalmışdır. Bu Romanla qalmayıb, Atropatenanın Albaniya eramızın əvvəl 1-ci əsrində ikisi də Romalıların hücumuna məruz qalıb. Ona görə 4-də A variantını götürürük. İskit şahlığı ilə ittifaq qurubdur. Manna dövlətində Afşeri qurmuşdu, İskitlərlə ittifaq qurmuşdu. Ona görə 1-ə B götürürük. Roma Respublikasının qoşunları üzərində qələbə qazanır. Bu Atropatena aiddir. Çünki Albaniya həm Kür, həm Qalıq döyüşündə uduzubdur. Amma Fransızda Atropatena Romalılara qarşı qələbə qazanır. Siyasi quruluşuna görə monarxiya olmuşdur. Bu hər üçünə də aiddir. Monarxiya olmuşdur. Padşah Soberin dövründə Romadan asılı vəziyyətə düşmüşdür. Bu da üçə aiddir. Albaniya. Çünki Albaniya Sober hakimiyyətdə idi və da Romadan asılı vəziyyətə düşmüşdür. Antonin sərkərdəsi Kandid tərəfindən. Qəşəng. Variant. 60-dan 70-ə qədər səhviniz? 63. 63. 63-cü sualımızda. Nuray Soltanova buyur. Qədim Albaniya müvafiq olaraq eradan əvvəl 1-ci və eramızın 3-cü əsrin tarixinə aiddir. Qalıq döyüşü bu eradan əvvəl 65, 1-ci əsrə aiddir. Amma müvafiq olaraq deyirsək 1-i götürürük. Fransız döyüşü eradan əvvəl 36, bu da 1-ci əsrə aiddir. Albaniya, hansı dövlətə aid idi? Atropatena. Artabazan tərəfindən idarə olunması bu Atropatenaya aiddir. 3-ü çıxırıq. Gözləm. Buyur. Sasanilər tərəfindən işğal olunması bu düzdür eramızın 3-cü əsrində.
Roma İmperatoru Adrian'ın dostluq əlaqələri. Bu da 2-ci əsr idi. Eramızın 2-ci əsri. Qəşəng düzdür. Deməli, müvafiq olaraq deyirsə 1-4. Doğrudur. 66 demişdiniz uşaqlar. Bəli. Gülşən, buyur 66-cı sual izah eləm. Mən də səhv yazmışam. Birinci əsrin birinci yarısında Roma ordusunun yürüşünə məruz qalmış dövlətlərin paytaxtını müəyyən edin. Hə, indi mənə kim deyər uşaqlar? 3-dən 2. Düzdür. Söhbət Qəbələdən və bir də Kazakadan gedir. Qəbələni harda axtarır uşaqlar? Bax, görürsünüz Kür çayını. Kürdən şimalda axtarır. Kazaka şəhərini isə keçən dərslərdə demişdim ki, Urmiya gölünü görürsünüz, Urmiya gölünün cənubunda və yaxud da zarafatla deyirəm ki, Urmiya gölünün başı Təbriz, da İzirtu, qədim dövrdə Mannan paytaxtı İzirtu, Atropatina paytaxtı Kazaka, orta əsrlərdə də Marağa şəhəridir. Yəni Kazaka burada 2 ilə işarə olunubdur. Gördüyümüz Qəbələ isə 3 ilə işarə olunub. 2-3-dür düzgün cavab. 67. 67, necə bilahə səhv 67? Mən burada sadəcə biri yazmamışam. O da Orloysun orada kitabda deməmişdi Qanıqda. Qardaşı Kozis idi, ona görə çalışdım. Həmin dövrdə hakimiyyətdə idi. Qanıq döyüşündə də Orloysun. Hə, ona görə götürə bilərik də. Bəli, götürə bilərik. Həmin. 70, aha, 70-ci sualımızda Gülşən, ümid edirəm bu düzdür. İzah elə görün 70-i. Ermənilər baş vermiş Kür və Qanıq döyüşlərinə ümumi cəhətlər. Alban qoşunlarına Padşah Kozisin rəhbərlik etməsi. Kozis Qanıqda rəhbərlik edirdi, ikisində də yox. Padşah deyildi və sənkərdə idi. Ermənilər 1-ci əsrin 2-ci yarısında baş verməsi. 1-ci əsrin 1-ci yarısı idi, 60. Albanların Qərbi Roma İmperiyasının qoşunlarına məğlub olması. İmperiya yox, respublika idi. Düz, heç qərbi şərqi də deyildi, hələ parçalanmamışdı, onu görə götürənmərik. Pompey'in rəhbərlik etdiyi qoşunların Albanlarla toqquşması düzdür. Romalıların qələbəsi ilə nəticələnməsi bu da düzdür. Əla, düzdür, 4, 5. Doğrudur. 70-dən 80-ə qədər? 78. 78. 78-dən əvvəl neçə? 76. 72. 72, nəsə, baxaq hamısına. 72-ci sualdan başlayaq. Arifə, kim demək istəyir? Buyur de. 72-ci sualda deyir ki, Qədim Albaniya dövlətinə aydınlıq xüsusiyyətləri müəyyən Kaspi tayfalarının kəndisi məskunlaşmaya başlaması bu dövlətin aid deyildi Albaniya dövlətinə. Ona görə bir səhvdir. 2-də Roma İmperatoru Pompey ilə mübarizə aparılması. Orada Pompey İmperator deyildi. Həmin görə 2 səhvdir. Sonra Romalı unsur bağlanması. Bu Ramazan əvvəl 66-cı yürüşündən sonra idi. Bu aiddir Albaniyaya. Sonra 4-də 1-ci əsrin 2-ci yarısına yedilmə hücumla məruz qalması. Bu da Romalıların hücumla məruz qalmışdı. 4-də görə düzdür. Sonra ordu başçısının əhalinin birinci təbəqəsinə daxil olması, bu da düzdür. Bir ikiye götürməkdir. Amma aslında iki götürməkdir. Çünki İmperator Pompey'nin rəhbərliyi. İmperator, nə zaman Pompey İmperatoru xəbərim yoxdur. Yenilik mi bu da? İmperator olmayıb. Bəli, İmperator olmuyor. Xəbər mənə aid olmayan istəmir. Aid olmayan, biz aid olanları qeyd elədik. Aid olmayan, bəli, 1, 2. Ordu başçısı əhalinin birinci təbəqəsinə daxil deyil, ikinci təbəqəsinə daxil edib 1, 2, 5. Cavab. 3, 4. Necə? Biri götürməyib cavablarda. Məskunlaşmağa başlaması. Bunlar pasiflər eradan əvvəl 5-ci əsrdə məskunlaşıblar. 1, 2, 5-dir düzgün cavab uşaqlar. Sonra 73-cü sualımıza baxaq. 73-cü sualda Arifə buyur. Deməli, 73-cü bir qədim Albaniya dövlətinə aid olmayan xüsusiyyətləri müəyyən edilir. Birinci deyilmək tərəfindən ölkə ərazisi məskunlaşmaya başlaması başlamışdı. Hətta Qarqar kimi fərqli tayfalar da burada məskunlaşmaya başlamışdı. İkinci deyil ki, Roma İmperatoru Antoninin hərbi yürüşünə məruz olması. Burada yenə İmperator deyildi, ona görə həm də ki, Antonin hərbi yürüşünə məruz olmalar. Antonin sərgərdəsini göndərir, Kamil də deyilsən. Göndərir ki, yəni bu Kamil mübarizə aparır.
Xüsusilə deyil, hakimlərin əhalinin birinci təbəqəsinə daxil olması, elə bu birinci təbəqədəydi hakimlər, hökümdarlar. Dördüncü bir eramızdan əvvəl birinci əsrin ikinci yarısında Yəbəllərin yürüyüşünün məğlub qalması. Məğlub qalır, yox. Hələ qalır da, hələ qalır. Bu da ki, birinci əsrin ikinci yarısı da eramızdan əvvəl deyil də, gəlir bu 65-ə düşür də deyəsən, o Qanıq çayı ilə Kür çayı arasının müharibəsinə düşür. Beşinci deyil ki, 3-cü əsrin əvvəllərində Roma imperiyası ilə, bunlar ki, imperiyası deyil deyə, ona görə bunu götürməyəcək, cavab birinci olur. Uşaqlar, indi bir şey deyim sizə. Biz təzə kitablarda öyrəndik ki, vilayət hakimləri, din xadimləri, hərbiçilər ikinci təbəqəyə daxildir. Köhnə məlumatların üstünə bir xətt çəkək. 76-cı suala baxaq. 76-cı sualda bəlkə xərinə döyüşün filan yadınıza çıxardıbsınız. İlahə, buyurun. 74-ü baxar verik. Yaxşı, baxaq. İlahə, 74-cü suala bax. Deyir ki, yerini dəyişdirsə uyğunluq alınsın. Albaniyada Oroysun hakimiyyətə gəlməsi eldən əvvəl 60-cı illərdədir. Kolumbiyanın Albaniyanın asıla salınması eldən əvvəl 36-dır. Roma sərkərdəsi Antonio Parfiya qoşunlar üzərində yürüşə başlaması. Bu da eldən əvvəl 36-dır. Hə. Sonra Atropatenada Ariya Barzanın hakimiyyətə gəlməsi eldən əvvəl 20-ci əsrdir. Alan tayfalarında Albaniyaya hücum etməsi 72-74 yəni 1-ci əsrdir. Burada 2 ilə 3-ün yerini dəyişdirə bilərik də. Birinci çünki Antonidir, daha sonra Kandil başlayıb, daha sonra saldı Albaniyanı 2 ilə 3. Düzdür. Ariya Barzan'da bilirsiniz ki, eramızdan əvvəl 20-ci ildir. Alan tayfaları da eramızdan 72-74-cü ildir. Doğru. Sonra 80'ə qədər uşaq 76 dediniz birdən. 76-cı sualdan Ləman izah edə bilərsənmi? İzah edirəm. Burada 76 sandıq zarıcılıq istəyir. Antonio şərqə yürüyüşü böyləcə eramızdan 36-cı ildə. Sonra ikincidə deyir ki, burada Roma sərkərdəsi Pompey Albaniya yürüyüşü eramızdan 66-cı ildə. Üçüncü Qafqamaya döyüşü eramızdan 331-ci, Xırmı döyüşü eramızdan 334-cü illərdə. Xırmıncı zarıcılıq istəyir. Burada birinci eramızdan 334 götürülür, birinci 4 ayettir. Sonra burada eramızdan 331 Qafqamaya döyüşünü götürülür, 4-3, bir de eramızdan 66, ikincinin birinci götürülürsə, bir de qalır eramızdan 36 sonra. Sonra 78-ci suala baxaq. 78-ci sualı bizə Bahar izah edə bilər. Mən bir sualım. Kanizya yürüyüş neçənci? 36. 36. Nedinin gibi 36. Qafqamela döyüşü Eramızdan 331. düzdür, 330. Doğrudur. Magneziya 190'dır. Görün Bahar bunu yaza bilmiş Baharımız keçdiyimizdir. İkinci sağlıqmanı bəli, lap 716'dan 719-cu ilə gedirik. 719 gəlir. Və çoxdan aza doğru düzmək lazımdır. Bahar, birinci ilk əvvəlcə hansı rəqəm qoymalıyıq? Birinci Sarkoğlu'nun yürüyüşünü. 4, ardınca Sonra Qafqamaya döyüşü. 2, sonra Sonra Magneziya döyüşü. Sonra Kanadiyanın Albaniyaya yürüyüşü. düzdür. 80'dən 90'a qədər uşaqlar səhviniz. 81, 82. 82. Tamam. 81-ci sualı bizə Səbinə deyəcək. Buyur Səbinə. Ben sesim bağlaymış. Almanya'da Makedonya İskender pullarına Uşak pullarının kesilmesi. Diye ki bu ikinci asrında olmuştu. Yok, üçüncü asrın ikinci yarısında. Bir de İran'sın ülkede canlılık sistemi yaratmasından bu 8. asırdaydı. Eradan əvvəl. Atropatenaya Romalıların hərbi yürüyüş etməsi. Bu da Eram 1-ci əsrə aid Eramsın əvvəl 1-ci əsrə. Bir de aşırı müstəqil xarici siyasət yaratması. Bu da 7-ci əsrdə. Düzdür.
Düz görüb xronoloji ardıcıllığı. Xronoloji ardıcıllıq nömrə 2, 4, bir dənki 1, 3. Qəşəng düzdür. 82-ci sualımızda Aysu buyur. Onların müəyyən edin, Roma dövləti Roma dövlətinə aid olanlar Urartu hücumuna məruz qalmışdır. Bu səhvdir, çünki Roma dövlətinin əsası kim tərəfindən qoyulduğu bilinmir. Atropatena dövləti Roma sərkərdəsi Pompey bu deyil, paytaxtı Qazaka şəhəri idi, C-dir. Albaniya dövlətdə Kanidin yürüyüşü nəticəsində Romalılara məğlub olmuşdur. 1 B-dir, 2 C-dir, 3 A-dır. Aha. Əsas inat tərəfindən qoyulmuşdur. Olmasını aid elədi. Roma tərəfindən aid kim tərəfindən əsas qoyulduğu bilinmir. Qəşəng, düzdür. Roma sərkərdəsi Pompey ilə sülh bağlamışdır, oldu. Ondan Düzdür. Kanidin yürüyüş nəticəsində Romalılara məğlub olmuşdur. Yenə bax, bu da Albaniya dövlətinə aiddir. Ona görə 3-ə A ilə Y aiddir. Urartunun hücumuna məruz qalmışdır. Bu Almaniya aiddir. Bir də paytaxtı Qazak olmuşdur. Atropatenaya aiddir. 83-cü sualımızda Fərdə buyur. Almaniyanın birinci paytaxtı Qəbələ şəhəri idi. Bu Almaniyaya aiddir. Magnesiya döyüşündən sonra müstəqilliyini bərpa etdi. Bu Atropatenaya aiddir. Müstəqilliyini Media dövləti tərəfindən son olmuşdur. Manna 21-ci əsrdə Roma qoşunlarını məğlub etmişdir. Bu Atropatenaya aiddir. Hökmdar Aşirin dövründə süqut etmişdir. Hökmdar Aşirin dövründə süqut edib görəsən. Xeyr. Onu bunu götürmürük. Aha. Məsələn, bu açılmadı. Düzgün cavablarını göndərmək istəyirəm sınağımızın. Dedin sən bizə ki, hökmdar Aşirin dövründə süqut etmişdir, heç birini aid eləmədik. Birinci əsrdə Roma qoşunlarına məğlub olmuşdur, məğlub etmişdir daha doğrusu. Atropatena bəli. Fraspa döyüşündə. Müstəqilliyinə Midiya tərəfindən son qoyulmuşdur 590-cı ildə. Bəli, Manna. Sonra Magnesiya döyüşündən sonra müstəqilliyini bərpa etmişdir. Atropatena. Düzdür. Bəs paytaxtı Qəbələ olmuşdur. Albaniya. Düzdür. Bu sualı kim səhv yazıb daha çoxlar? Hökmdar Aşirini götürənlər. Nə deyim bəs mən sizə? Sonra sona qədər səhviniz var. Təhsil edərik. O 4-cünü bilmədim, is döyüşü. Hə, qranik is döyüşləri demişdik 334, 333. İs döyüşü 333-dədir. Üçüncü qrupundakı belə yoğunlaşdırmalar düşündədir. Hə, mütləq 27-ci sualınız demişdim ki, yoğunlaşmadı. 86-ya qədər başqa səhviniz var? Xeyr, 86 var. 86-cı sualda. Akşin buyur. 86. Eramızdan əvvəl 1-ci əsrin 1-ci yarısı Qanıq çayı sahilindəki döyüşdə Romalıların qalib gəlməsi. Bura 1-ə düşürdü. Eramızdan əvvəl 66-cı ildə və B-bəndi alınların Albaniyaya ilk dəfə yürüyüş etməsi. Bu 1-ci əsrə düşür, bunu götürmürük. Roma sərkərdəsi Antoninin Fraspa şəhəri ətrafında məğlub edilməsi. Bu 1-ci əsrin 1-ci yarısına düşür. Eramızdan əvvəl. 1-ci əsrin məğlubu 2-ci yarısına düşür. D-bəndində qədim Albaniyanın yerli hökmdarlar tərəfindən idarə edilməyə başlanması.
Bu nə göstərir? 4 eradan əvvəl 4-cü əsrdə dövlət Brüksel o dövrdə idarə olunubdur. Roma imperatoru Adrianın Alban hökmdarları ilə dostluq əlaqəsi saxlanması, bu da 2-ci əsrdir. Düzdür. 1A, 2C, 3D Y variantı. Doğrudur. Uşaqlar, sınavın nömrəsini zəhmət olmasa siz mənə deyin. 15. 15. Bunun ne böyle bir şey olarak kimin içine yazmış haberi cevaplar olduğunda size hediye ediyor. Kalsın kelimesi bakak. Yani o Bakalım benim. Onda da geri kalır. Ben de yazmışım sınavı. Ay, ne yapıyor? tembellər. Ya